Salam, hörmətli izləyicilər. Mədəniz tez-tez qıcıqlanır, qəbizlikdən və ya ishalından əziyyət çəkirsiniz. Qaraciyəriniz yorulur, öd problemləri yaşayır. Dərinizdə iltihab və yaralar gec sağalır. Ya da sadəcə daimi yorğunluq, anemiya və immunitet zəifliyi sizi narahat edir. Bağçalarda, meşə kənarlarında və dağlıq ərazilərdə asanlıqla rast gəlinən, bir çoxunun sadəcə alaqotu kimi gördüyü əvəlik bitkisi əslində təbiətin bizə verdiyi ən güclü təbii apteklərdən biridir. Min illərdir Azərbaycan xalq təbabətində və dünyada qan kəsici, iltihab əleyhinə, həzm yaxşılaşdırıcı və detoks vasitəsi kimi istifadə olunan bu bitki müasir elm tərəfindən də araşdırılır. Bu videoda əvəliyin hansı orqanlara və xəstəliklərə faydalı olduğunu, aktiv maddələrini, elmi araşdırmaları və istifadə qaydalarını ətraflı nəzərdən keçirəcəyik. Əgər həzm, qaraciyər, dəri və ya qan problemləriniz varsa, bu video məhz sizin üçündür. Gəlin, birlikdə kəşf edək. Tarixi və ənənəvi istifadə. Əvvəllik qədim dövrlərdən bəri Avropa, Asiya və Azərbaycan xalq təbabətində geniş istifadə olunur. Xalq arasında öskürək, bronkit, qaraciyər və öd kisəsi problemləri, dəri xəstəlikləri, anemiya və həzm pozğunluqları üçün tövsiyə olunur. Ənənəvi olaraq yarpaqları və kökü qan kəsici, öd qovucu və işlədici kimi, dəmləməsi isə mədə-bağırsaq iltihablarında istifadə olunur. Azərbaycanda, xüsusilə dağlıq rayonlarda həm qida, həm də dərman kimi dəyərləndirilib. Bitkinin quruluşu, qidalı tərkibi və aktiv maddələri. Əvəlik bitkisinin yarpaqları, zoğları, kökü və toxumları istifadə olunur. O, xüsusilə C vitamini, limondan belə çox, A, E, K, B qrupu vitaminləri, dəmir, kalsium, kalium, maqnezium və flavonoidlərlə zəngindir. Əsas aktiv maddələri arasında antrakinonlar, xrizofanol, emodin, aşı maddələri, tannin, flavonoidlər, rutin, hiperin, oksalatlar və liflər var. Bu maddələr bitkiyə güclü antioksidant, iltihab əleyhinə, qan kəsici və həzm dəstəkləyici xüsusiyyət verir. Şəfalı faydaları. Həzm sisteminə faydası. Əvvəlik həzm sisteminin ən yaxşı təbii dəstəkçilərindən biridir. Liflərlə zəngin olması sayəsində qəbizliyi yumşaldır, bağırsaqları təmizləyir və iştahını açır. Mədə və bağırsaq iltihablarında, qastrit, kolit, şişkinlik və qıcıqlanmış bağırsaq sindromunda ənənəvi olaraq istifadə olunur. Qaraciyər və öd kisəsinə faydası. Bitki qaraciyəri təmizləyir, öd ifrazını stimullaşdırır və toksinlərin çıxarılmasına kömək edir. Bəzi araşdırmalarda oxşar bitkilərin, yəni Plantago major ilə qarışdırılmasın, qaraciyər enzimlərini, ALT, AST-ni aşağı saldığı müşahidə olunur. Dəri və yara sağalmasına faydası. Güclü iltihab əleyhinə və antiseptik təsiri sayəsində yaraların, yanıqların, çıbanların və dəri iltihablarının sağalmasını sürətləndirir. Təzə yarpaq şirəsi və ya dəmləməsi yaş sarğı kimi istifadə olunur. Qan və anemiyaya faydası. Dəmir və C vitamini ilə zəngin olması anemiyada mübarizədə kömək edir, qanı durulaşdırır və qan kəsici təsir göstərir. Digər faydalar. Sidik qovucu xüsusiyyəti ilə böyrək və sidik yollarını dəstəkləyir, oynaq iltihablarını azaldır, immuniteti gücləndirir və ürək-damar sisteminə müsbət təsir edir. Soyuq dəymə, öskürək və tənəffüs problemlərində də ənənəvi istifadəsi var. Elmi araşdırmalar və etibarlı mənbələr. Əvəlik bitkisinin bir çox faydası ənənəvi tibbə və preklinik araşdırmalara əsaslanır. Oxşar Plantago növlərində, məsələn Plantago majorda aparılmış klinik tədqiqatlarda qaraciyər enzimlərinin, ALT, AST-nin aşağı saldığı müşahidə olunur. Xalq təbabətində qan kəsici, öd qovucu və iltihab əleyhinə təsiri uzun illərdir tanınır. Müasir araşdırmalar onun antioksidant və antiinflamator mexanizmlərini, flavonoidlər və tanninlər vasitəsilə təsdiqləyir. Qeyd etmək vacibdir ki, böyük miqyaslı klinik tədqiqatlar davam edir və faydalar çoxu ənənəvi istifadəyə əsaslanır. Necə istifadə olmaq olar? Əvvəlikdən çay kimi istifadə edə bilərsiniz. 1-2 çay qaşığı qurudulmuş yarpaq və ya kökü 10-15 dəqiqə qaynar suda dəmləyin. Təzə cavan yarpaqları və zoğlarını salatlara, şorbalara və ya umaç, yəni sorpa hazırlamaq üçün əlavə edin. Bu həm qidalı, həm də faydalıdır. Kökü daha güclü təsir üçün dəmləmə və ya toz halında istifadə olunur.
Ənənəvi istifadədə gündə 3-6 qram qurudulmuş bitki tövsiyə olunur. Amma dəqiq doza üçün mütəxəssislə məsləhətləşin. Ehtiyat tədbirləri, yan təsirlər və əks göstərişlər. Əvvəlik ümumiyyətlə təhlükəsizdir, amma oksalat tərkibi yüksək olduğundan böyrək daşı və ya hiperoksaluriyası olanlar diqqətli olmalıdır. Hamiləlik, laktasiya dövründə və ağır mədə-bağırsaq xəstəlikləri zamanı həkim məsləhəti olmadan istifadə etməyin. Uzun müddətli istifadədə mədədə narahatlıq yarada bilər. Bu video tibbi məsləhət əvəz etmir. Hər hansı bitkidən istifadə etmədən əvvəl mütləq həkiminizlə danışın. Əvvəlik sadə görünüşə baxmayaraq, həzm, qaraciyər, dəri və qan sağlamlığı üçün təbiətin əsl hədiyyəsidir. Vitamin və minerallarla zəngin bu bitki bədənimizin təbii detoks və müdafiə sistemini dəstəkləyir. Sağlamlığınızı təbiətin gücü ilə qoruyun. Amma istifadə etmədən əvvəl mütləq mütəxəssislə məsləhətləşin. Videonu bəyənməyi, abunə olmağı və fikirlərinizi şərhlərdə yazmağı unutmayın. Sağlam və xoş günlər arzulayıram.